Salam dəyərli izləyicilər. Həmçinin bu tipdə suallarda tez-tez rast gəlinən suallardandır. 61-ci sualda məsələn qeyd edirik ki, uyğunluğu müəyyən edin. Döyüşlərin ardıcılığı. Burada məsələn Atropatena Qanıq sayıcılığında. Qanıq döyüşü eradan əvvəl 66-da baş verib. Bu Albaniya idi. Albaniya ilə Roma arasında. Deməli 5 rəqəmi yanlış olar. Bu ola bilməz, mümkün deyil, səhvdir. Həmçinin burada Roma ilə burada Karra döyüşü, Romanın iştirak etdiyi Karra döyüşü. Roma Karra döyüşündə iştirak edib. Çünki Karra döyüşü Roma ilə Parfiya arasında olub. Burada Parfiya Karra döyüşü, burada o uyğun cəhətdir. Məsələn, buna görə də 1 və eyni zamanda 3 də doğrudur. Karra döyüşü çünki Roma ilə Parfiya arasında baş verib. Roma-Fraspa döyüşü. Fraspa döyüşü də deməli, Roma ilə Atropatena Parfiya qüvvələri arasında olub, doğrudur. Yəni, bunu da götürmək olar. Həmçinin Parfiya Magneziya döyüşü. Xeyr, Magneziya döyüşü Selevkilərlə Parfiya deməli, Selevkilərlə Roma arasında olub. Deməli, 2 də yanlışdır. Sualda 3 doğru cavab olur. 1, 3 və 4 uyğun cavab olur. 1, 3, 4 uyğun oldu. Diqqətinizə görə təşəkkür edirik.